Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese salam. Nasılsınız? İyi misiniz? Arkadaşlar, deməli bugün çoxlu işimiz var. Birinci işimiz bu trendi bilmirəm kimlər bilir. Yəni çox adam məncə bilər. Göstər Məryəm. Bu da elə. Bebop, 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 seni magana. Yaxşı demə, ağzından pis söz çıxar bilməzsən. Deməli arkadaşlar, bebot makyajı eləyəcəyik, bebot dəyişimi eləyəcəyik, Məryəmlə ikimiz eləyəcəyik. Daha sonra adım içine çıkabilirim ama ki. ya adam siləcəyik, sonra doğum günü makyaj eləyəcəyik. Ha, var, onda var. Deməli arkadaşlar, ikinci növbədə hamişlik fotosessiyası eləyəcəyik. Dünənki videoda da dedim də, yəni hamı studiyaya gedir onun üçün. Maşallah bizim kameramız var. Evdəki yəni 1000 dənə studiyaya dəyər məncə. Zaten bizə belə bir fon lazımdır. Əksinə sadə fon lazımdır. Üçüncü işimiz də bugün Mamed Əminin ad günüdür. 40 yaşı olur. Ora hazırlaşacağıq. Kombin düzəldəcəyik. Sonra makyaj eləyəcəyik, hazırlanacaq, saç falan vuracaq. Yəni bayağı bir işimiz var. Deməli, ilk öncə başlayaq onda bebot makyajından. Bebop, bebop. Egorum magana. Sən oxuma mənim bala. Azərbaycanda ad qalmadı mahnıya qurduğun ki, nə var şey. Rabi o dolabın qapağı sınıb, ehtiyatlı ol üstünə düşməsin valla. Yavaş kapıyı yedirir. Nəysə, başlayırıq bizə. Arkadaşlar mən bir dənə sər zeytin yedim, dişlərim, dilim belədir qapqara. Baxın. Arkadaşlar Ata görməsin. qara zeytin almışıq. Qara zeytin almışıq, Məryəm yeyib qap. Amma məndə təmizdir. Sağız yiyibsə mən 5-6 dənə yemişəm. Mən də səndə də təmizdir. Mən də 5-6 dənə yemişəm aşkım. Mən də 5-6 dənə yemişəm. Cep fırçayla girmişsin sənə. Davay, indi bebot makyajı üçün Mən malzəmələrimizi gözlüyümüzə gedim bebop makyajına dişimi. Mən də far paletlərini çıxardım. Deməli qızlar, bizə bebot makyajı üçün o nədir? Sən indi makyaj et, sən ad gün axşam deyə. Valla gözdə bebot makyajını çəkək. Ondan sonra fotosessiyanı eləyək. Ondan sonra ad günü makyajına keçərsən də. Ayrıca far paleti zat abartmasam mı acaba? Mən sən qabağıva alamıram öncə. Bebop makyajı nədir? Bebop makyajı. Onunla fotosessiya eləyəcəksin. Yox qızım, biz trendi çəkirik, makyajımızı silirik, sonra gedirik fotosessiyaya hazırlaşmağa. Onun da makyajını eləyəcəksin. Sonra onu da silib Yox, ad gününü o makyajla, istəyən kombinini dəyişəcək prosta. Sən get, mən gedirəm. Mədəniyyət ocağından çıxsa mən də girəcəyəm mədəniyyət. Hələ tualetdədir o. Niyə bayaqdan bərbad makyajı deyirdin, ağzı vəyirdin, bizə sifət eləyirdin. Aşkım elə dağıdır. Deməli, əsibdən bacıya yol ver. Arkadaşlar, bizə qəşəng far paletləri lazımdır bu makyaj üçün. Məndə bu makyaja uyğun 2 dənə far paleti var. Baxın. Bir saniyə. Aşkım saçımı nəsə kəsirəm baxışım. Sizə göstəreyim həmən. İşlətməmişəm amma ilk siftəsini bu makyaj üçün eləyəcəm. Bir saniyə. Şöyle alayım sizi. Ay Allah, bunları açmaq çox çətindir. Hə. Biri budur, baxın, far paletimizin bebot makyajına uyğun. Biri də MAC-ın bu far paletidir. Gözlüyüm bunu da açım. Deməli qızlar, biz bir dənə türk blogerdən baxırıq bebot makyajını necə eləyəcəyimizə. Birinci nəmləndirməliyik üzümüzü, sonra üzümüzə baza vurmalıyıq. Amma öncəsini gəl çəkək bir dənə. Dəyişimin öncəsini gəl çəkək. Sən bilirsən necə eləyirlər onu? Sən çəkmirsən o videoya dəyişim. Davay, Sən vuracaqsan boş, mən vurmayacağım, mən gözləyəcəm. Hə, yaxşı, davay. Qoyuram telefonunda. Deməli qızlar, videonun əvvəlini çəkdik, mala benziyorum. Çox gülməli görsənlik, hələ video hazır deyil deyə. Bir saniyə göstərirəm sizə mahnısını. Yenə eyni Hələ şeydir, dəyişimdən sonrasını da yoxlamaq üçün bir dənə də çəkmişik, amma dəyişməmişik. Baxın.
Dırırırırırırım. Burada mahnı gelir. Bebop, Yine bebop. açtık. Açdıq yenə eyni şeydir. Все. Ama ne dedim? Все, indi makyaja başlayırıq. Bak ne diyeceğim. Neydi bu? Ayağımı kaldırmışım. Her şey diyorum. Deməli, üzümüzü nəmləndirməliyik. Sonra üstünə parlaq bir baz vurmalıyıq. Hazırsınız, başlayaq. Şimdi benden bendiririk. Mən də əlimi üstünə nəmləndirici qoy. Bu nədir? Nə deyəm? Ben bu kadar vuruşum. Aşkım, mən yekə eşək boyda adamım. Bu mənim üzümə bəs eləməz. Ne? Krem yüzümüzü biraz krem. Ben vurdum aslında. Hə, vurubsa все, üst-üstə vurmaq palçıq kimi qalar makyaj üzündə. Düşün. Məryəmlə biz nəmləndirək. Neysə Məryəm. Deliha başladı. Ay Allah. Bitti. Zor deyil, bunun hərəkətləri çox zordur, Allah'ın dostu. Kompleksiz, rahat, 2 dəqiqənin içində şakşuk şakşuk. Bitti hakikaten bitti. Hər yerinə yayıldı. Esri yürüdü. Destana salladı evi. Dolabıma kadar yayıldı da nasıl? Все, mən də nəmləndirdim. İndi biraz nəmləndiricinin hopmağını gözləməliyik. Aşkım ben saçı olsam Bence bu arada Sənin saçının uclarını vurmaqdan əlavə uşaqlar Rabiyə ilə razılaşmışdıq ki 480 min olanda Rabiyyənin çolkasını kəsəcəyik. Lənkərana gedən kimi, boş olan kimi ilk iş Rabiyyəyə çolka kəsdirəcəm. Kimin kuklasıydı o? Nasıl ben? Nəsibən kuklası olmaq istəyir. Özü tapıb özdə. Nəsibə kimdir, kuklası kimdir bilmirəm, amma olmaq istəyir. Все. İndi Kiko'nun bu bazasını vuracağıq. Qoy biraz hopsun. Geliyoruz. Evet arkadaşlar, şimdi bazımızı vururuq. Gel. Baz ne diye? Baz makyaj yüzdə yaxşı otursun deyə vurulur. Ne diyor? Ondan şey vurulamak değil. Nə bilmişdin? Ondan krem odamın sıfatı yağlıları. Bu çox qəşəng parıldadır, üzü dəhşət. Ay kokusu hiç hoşuma gelmiyor. Qoxusu da çox gözəldir. Xoşun gəlmir? Mən çox sevirəm glow üzü. Glot ne diyor? Bebot glot. Bebot glow. Əsnad da öz aləmində Bitti bende. takıl. ben de olsun. Ay Allah, bozu balı. Güzel. Bebot yanmaz. Baxın. Yok. Aşkım ne sürdü? O kuş belirli bak. Deyir o kimi dəstəmaz alırmış kimi sürdür. Yo, yaxşı eləyirsən. Böyle sürtülür. Sonra üzü qızaracaq, makyajda olacaq pörtümüş qıpqırmızı. Nə? Sepçiler. Aa yok sen benim canım koyma. Xahiş edirəm. Uşaqlar, bu təzə bir şey tapıb. Gedir makyaj adı ilə üzünə başlayır çillər vurmağa. Çildən çox su çiçəyi izinə oxşuyur. Biz necə qəfəyə uzun xətlər qoyursun. Nə boyda lapa-lapa. Çil istəyirsən, mən sən üçün çil eləyərəm qəşəng. Amma sən elədiyin aşkım xala oxşuyur. Elə bir xallısan. Bitti. Baxın. Vəsiyon, mən də hazıram. İndi bu hopsun. Keçək göz makyajına. Deməli, indi qızlar, nə edəcəyik? Qaşlarımızı incəltməliyik. Çünki bebot makyajında ən vacib şey qaşların incə olmasıdır. Birinci sabitləyirik. Sonra üstündən belə keçirik. Altdan da kapatıcı vururuq. Görək necə olacaq. Gəl bir qaşımızı eləyək, bir qaşımızı saxlayaq, fərqə baxaq. Mən də. Davay. Sən də eləyirsən. Nəcəbi səndən çıxmayan işlər bugün. Uşaqlar, hamının əli yağlıdır kremdən sonra. Berat, yox, sən olmazsa belə güc verir. Heç kəs aça bilmir qaş sabitləyicini. Rabia sarılar inşallah. Beraber açın. Vay dava düşdü. Başqa yoxundur. Varım deyə ən yaxşı sabitləyən odur. O birilər saxlamayacaq. O zərdir, zərd açma dağılacaq. Nə oldu? Əsnad açdı. Oo, güclü mikrop. Əsnad açdı. Rabiyə, üzümüzü qara çıxartdın Rabiyə. Aramızda ən güclü sən idin. Aşk mənim yanına gedəyim. Davay. Belə. Elə yox, gəl mən sən üçün eləyim. Uşaqlar, qaşlarımızı nəziltə bilmirik. Ən nəzik qaş məndə oldu bu dəqiqə. Taco Bey gəlir, ayaq səslərini eşidirəm. Yoxsa yuxarıdan mı gəzir? Bilmirəm ki. Yuxarıda gəzir. Baxın, belə oldu. Bu hazır olmayan. Şuradan baxın.
Arkadaşlar Hazırdır bu hazır değil. Eyni şeydir. bu hazırda ama səliqəyə düşdü də ən azından. İndi o birisini də eləyək gəldik. Dedin de bedbaxt kimi qalmışım. Gəl, qorxuruq sən vurmağa. İndi bəyənməyəsən, belə eləyəsən deyə nə qaraq. Gəl, sən eləyirsən özün o birisini. Sən o birisini elə, mən də Rabi'yi eləyim. Arkadaşlar Rabişin də Əsl eynisən. Nə oldu? Arkadaşlar toya gedir. Əsl Əsl sənin günün deyil, mən də evin harcaydın. Gəlim, nə diyeceğim sən? Leyni. Çat. Yok. Çat dedim. ya çıxartmasın, qalsın. O su balta şöyle Ay, gelebilmeyecek. Hə, düzdür. Balcalaşacaq, geyinə bilməyəcək. Zeyd geyinər. Kəbir uşaq videoya baxacaq deyəcək, mənim uşağı qoyublar, bunlar da Nə olmamış. deyirsən, çeynəcək. Arkadaşlar Rabişin qaşları. İndi mən Aşkım, də yaşımın ortasına da bir dənə bir şey vurur, yoxa çıxsın. çıxmır aşkım, sizin tükləriniz qərədir, qərə. Getmir, itmir. Ömrümüzə. İtirə bilmirəm sizin tüklər. Mən o qədər professional makyaj ustası deyim, itmirsin qərə tüklərimiz. Vallahi olan dostum qaşlarınız maşallah, mən xoşum gəlir qara qaş, qara göz qızlardan. Prosta ki itmirmiş. Aşkım, bu qaşımı ağartdım mən fırtısan. Yo, yaxşıdır belə. Canım, girsin qədər ağartdım. Mən də tamamlayım. Eləyirəm, yoxsa bu canım tüpürdüm bilumda. Yo, tüpürmədi, gözümə nəsə girib çıxarda bilmirəm bayaqdan. Hə, mən indi nə edirik? Hə, indi mən də bu qaşımı düzəldim, gəldim. Bir dənə sən üçün düzəldim, baxdı. Birinci onu sabitləyiciyə sürsəydin o fırçanı zor olardı. Məryəm də közümü eləyim. Yox, bir dəqiqə aşkım. Hə, qoşun heç yapışmır şey. Yapışmaq lazım deyil, ver özüm eləyim. Yox. Bir Ay Allah, mən bu məndən nə istəyirəm? Məryəm özüm elə. Məryəm buna Deməli qızlar, qaşlarımız hazırdır. İndi mən koriçnevi karandaşla, bunlar da qara karandaşla gözümüzü çərçivələyəcəyik. Aşkım, mən niyə qara? Sən də istəsən koriçnevi ilə. Bu qara istədi. Gözlə, eləyib gəlik. Rabiyə xanım gözünə qara yox, koriçnevi yox, sırf qara çəkmək istədiyi üçün təzə makyaj əşyası açıyoruz. Quş çəkim. Çünki qara karandaşım yoxdur. Of, bu nədir? Oldu da. Aşkım, məncə qara qəşəndir də. Qəhvədə. Açamıram. Amma sənin rəngin məsələn qəhvəyə düşür. Mənə Gözəl qara rəng. getmir. Qara sürtəndə şey Sənin oxşuyur. üç gözün belə şeydir, xamilyondur. Yaşlısan. Mən gözümü üstünə necə sürtdüm, mən qorxuram. Bir saniyə, baxaq bu nədir? Aa, mordur. Mor imiş bu. Sən qal qırağa. Sən seçmişsin, sən şeyi açdım. Adil tapdı, özü tapdı. Arkadaşlar, açmışım kameranı, deyim ki, qara tapa bilmədi, özü tapdı. Bu qara qələmdir. Hə. O quru linerdir, qara qələm kimi də işlətmək olur. Hə, şu. Qalmış kamerada dallar oxşuyur. Aşkım, necə yandım? Uy, şimdi. Ay Allah, ömrümdə ilk dəfədə tünd karandaş sürtürəm gözümün üstünə. Aşkım, mən ilk dəfə deyə. Bu nədir? İnan güzgüdə heç belə görünmürəm. İndi far paleti ilə düzəldəcəyik. Ay mama. Aşkım, gözümü içədə sürtdüm. Ebi yox. Gözüm qaralar eviyor. Gəlin far paletinə keçək. Davay. Keçdik. Gözümü göstər. Gözümü göstər. Arkadaşlar, Bəni. hə, Rabiyə belə oldu. Mən belə oldum. Məryəm gedib su gətirməyə indi gələcək. Deməli, indi keçirik far paletinə. Hə, sən özünü göstərmirsən. Çox sağ ol aşkım. Ay, bu su gətirmədin, hə? Çox şişiyər. Çox şükür yarabbim. Nəsə deyirdilər başqa. Kim? O səsdə. Ağzına sil. Diqqətli etsən onu. Boğuldum, hə? Keçirik növbəti addıma. Deməli qızlar, bu far paletini heç işlətməmişdik. Rənglərinə baxın bir dənə. Əlimizə swatchladıq. Onsuz da mavidir. Aşkım, bayaqları o bir dünyaya getdim, salamlaşdım almışsın. Görün nə gözəldir. Deməli Rabiyə, sən hansı rəngi seçdin? Quşun içinə
Qusmamışam, az yalan danış. Sən hansı rəngi seçdin? Mən bu birincini seçdim. Rabia bu rəngi seçdi. Mən bunu. Mən də bu rəngi seçdim. Hə, sən bunu, onda mən də bunu. Mən də bunu seçdim. Hə, yəni sən mənlə eyni olarsan da yolu yoxdur. Sən hansı? Nə? Bu olsun, bu ortadakı olsun. Tabii olsun. Üçü də qəşəng rəngdir. Gəlin. Gəlin. Mənki budur, sənki bu, Rabinki o. Hə, yaxşı. Всё, hərəmiz bir dənə rəng vurub gəldik. Göstər. Allahım, nə olar bu işdən sağ-salamat çıx. Qorxmaya başlıyorum. Biz 80'lər makyajı edirik. Baxın Məryəmin gözünə indi kapatıcı vuracağıq. Qırağa yayılan zərləri siləcəyik arkadaşlar. Qəşəng olacaq. Axırı qəşəng olacaq. Mən də oxşayacağam. Yo, itəzə də oxşamırsan. Aşkım, bu göz alışan. Sən vur. Yaxşı, gəl. Rabia öyrəşməyib belə makyajları arkadaşlar. Amma aşkım, sən nə makyaj eləyirsən, büyümüş də küçülmüş görünürsən olsa. Yəni tək buna aid deyil. Şeydir, amma bir şey deyim, çox yaraşdı, Quran ond olsun. Yəni 80'lərdə yaşayan bir qız olsaydın, yenə də qəşəng olardın bu makyajla. Vallahi indi tuş, indi tuş kiprizat vuracağıq, lap qəşəng olacaq. İndi mən də gözümün üstünü rəngiliyim, gəlirəm. Fışdan indi o fışı qalsın geridə biraz. Biz concealer vururuq. Concealer vururuq. Concealer deyil axı növbəti step. Tuş. Kiprilərinizi taxın. Tuş vurayıq sonra taxaq. Tuşu vurun, kiprilərinizi taxın. O makyajları eləyək, ağlıma bir ideya gəldi. Əsnatı öyrətək. Bu sifətlə ataya göyə bir-birimizlə dava eləyirik, imajı yaradaq. Ata gələcək, bilməyəcək, davaya şoka düşsün, bilməyəcək sifətimizin gününə şoka düşsün. Necə fikirdir? Güya əsəbləşmişəm sizə, qışqır bağırdı, yaxşı. Qışqırtma eləyək onu. Onsuz kefi yoxdur arkadaşlar, vəbşə dəli olacaq. Şö, eləyək, gedirik. Arkadaşlar, baxın, bu kiprilərdən taxacağım. Uşaqlar da Teymur Store'dan aldıqlarını taxacaqlar. Star. Oh my god! Şimdi o içten vurma lazım, çaldan yok. Bu nerede? Bir şey düz değil. Gözümü burada böyle kalmır, ben gözümden. Şimdi... Sağ doluna gidiyor yapışmış gözüm. Dayandım. Şey okşadım, Wings'teki o kötü karakterlere okşadım. Şimdi sağ dolsan ben canım çıkar. Əynimizi geyinirik, Şako. 2 dəqiqə gözlə açırıq. 2 dəqiqə yox, bir yarım saata gəl. Tamam. Gələrsən də, hə? Yapışdır. Sakit kal. Məryəm, bu şalvar daha qəşəngdir məncə. Yox, sən şey göyin, o qaradarı. Qaradar, o fışıq qaradar çıxar. Bir gördün zeyt çıxır o bu dünyaya. Şu. Qəşəng oldu məncə. Şu qaldı deyəm makyaj. Sən bilsən kim oxşadın bu qolbaqlarla zatla. TikTok'da bir dənə TikTok'da bir dənə video var. Saqqız çeyniyə üzünə fondöten sürürük. Onlara oxşadın, Quran ond olsun. Qolunda qolbaqla zatla. Aşkım sen bir şey diyeyim. Yaydır ver biz Kur'an yaydır. olsun. Ben bu gece yuxuda görsəm, o biri dünyaya gedib gələrəm. Allah'ın olsun, aramızda ən paryatkalı şey olan səndən Məryəmdir. Mən it oxşuyuram bu dəqiqə. Gözün versən daha Özümüzdə qəşənsən. Ya heç düzgün far rəngi seçməmişəmmiş gibimə gəlir. Amma gözümün rənginə düşdü, gözüm yaşıl oldu. Çox belə cin oldu. Tez eləyəz, üzümdə qurudu fondöten. Mən. Şey vura bilərik, gözaltı. Hə, vura bilərik. Fondöteni bir yaydır, bir dənə ver bizə onu. Yüzük. Bu makyajı üz yuma geli ilə, sonra hidrafil yağımız var. Bu nədir aşkım? Makyaj çıxartma balmımız var. O fışkasıyla vura bilərək. Sonra Garnier'imiz var, Bioderma micellar suyumuz var. Çox şey var. Mən fışkasıyla vuram. Ha, vur. Mən meydə oxşadım. İndi bronzerlə rəng gətirəcəyik. Mən bilsiz neçə ildir nə çatmır. Biz qadınlar niyə üzümüzü ağardırıq fondötenlə. Sonra təzdən üstündən bir də allıq bronzeri, highlighter keçib təzdən rəng qatır.
Biz qadınlar niyə başındasın? Yox, əslində cilt tonumuzu təzədən yaradırıq da. Bizdə bax, məndə bura qırmızıdır, bura bir rəngdir, bura bir rəngdir, bura bir rəngdir. Onu bərabərləşdiririk, təzədən bir də rəng veririk üzümüzə. Özüm dedim, özüm də açıqlamasını verdim də. Sən bəlkə verəsən də o sponcu, yaydın da, yaydın. Gözümün altı qəhvəydi, üzüm ağdı. Baxım sənə. Aşkım hayalini tutuşurum mən. Ay Allah, bunun yalandan deyinmək olmuyor da. Bir-birimizdən gecə görüb qorxarıq valla. Deməli qızlar üzümüzə bronzer. Çənəvin altını düzgün yaydırırsa burada xət qalıb nə boyda. Bu da sponjla yaydırır. Mən də fırça ilə arkadaşlar. Çirkli fırçaların hamısını işlətdik. Güya yumaq üçün gətirmişdik. Hamısını işlətmişik arkadaşlar. Yaxşı gətirmiş. İndi highlighter vurmaq lazımdır. Bir şey deyim, bax 2 cür highlighterım var. Belə stick highlighterım var. Bir də Fenty'nin var. Mən stik. Hara vururlar? Bura. Allıq kimi vurur. Baba düz bura. Yanıq sümüyünün üstünə. Deməli qızlar, makyajda hər şeyimiz hazırdır. Bir dənə dodağımız qalıb. Videodakı qız, mənim dodaq karandaşım olmalıydı burada. Kariçnevi dodaq karandaşı vurur. Açıq rəngdə də blesk vurur. Lap tündə olmalıydı ya onun. Makın dodaq karandaşı. Hardadır o? Dayan o. Dodağı da eləyib gəldik. Qızlar, dodağımızı çərçivələdik. Məncə ən uyğun budur. Bax, bunu vuraq səncə, yoxsa dayan. Bunu vuraq, yoxsa bunu vuraq. Bunu Bu daha suludur, daha şüşə kimi görünür. Tamam. Daha o dolgunluğu verir. Orada Abi öləcəyinə oxşuyuram mən. Söhbət bot olduq həqiqətən də. Uşaqlar, ay Allah videoma bax. Qaldı Makyajımız hazır. Əsl bebot makyaj oldu, yəni həqiqətən. Bir dənə qaldı saçımızla köynəyimizi dəyişmək. Rabiyə də ver. gələr abi. Rabiyə də bu şəkildə oldu. Sən də pomada Rahat ağlayıram. Küləyə falan ağlayıram. Çox qəşəng. Bir şey deyim, çox qəşəng oldu. Allahın qoysun. Sıraş eləyim. Yox, saçımızı burursunuz. İndidən burmayın məncə. Ad gündən burarsınız. Qalıb da sizdə buruqluq. Məncə, yəni siz baxın yenə də. Bir də gedəndə vuraram. Məncə də. Saçlarımızı da eləyək, geliyoruz. Nə olar saçımı arxadan dara da. Ucdan dara, ucdan. Qızlar, saçınızın yolulmağını istəmirsinizsə darayanda ucundan başlayın təpəyə Saçı doğru. uzundursa. Mənim kimi bir də dolaşqandırsa, elə eləsin. Aşkım saçımı yedim olsa belə qalsın. Bir şey deyim. Çox qəşəng oldu məncə. Əslidir. Baxım sən qloslu halva. Saçımı yedim olsa Qapı belə qalsın. kəsəsi. Yox, məncə dəyişdir saçını da. Dünənki kimi yığ. Sən nə var nədir? Bebot. Qarası. Mən sizi təsdiqləyirəm. Yox, çox fərqli oldu, çox qəşəng oldu. Mən bəyəndim şəxsən. İsi özünsən. Biz də sahilə deyək. Hara getsən? Atayım mı? Atardadır ki. Aşağıdan temiz. Hə, yaxşı, Aa, get. sən getsən özün qızmaya. Ay, yavaş. Nasıl Yavaş. geleceksiniz? Birazdan. İndi geynəcəyik də. Ay, Video Nasıl geleceksiniz? getməyimizə hələ var ya aşkım. Çox Saat az, 3-ün çox yarısıdır. getməyimiz. Ay da göz makyajı çox qəşəng olub. Gloss çox qəşəng olub. Çox xoşum gəldi. Tamam fotoğrafımı çıkardım. Şalvar yubqavı istəsən çıxart hələlik. Batmasın yubqa. Ay, Lofşun saçı kimi adamın qorxudan saçı yoxdur Quran dostum. Bir qorxuram bunun saçını darayanda. Mənki canlıyam, yolma. Saqqız olsaydı. Saqqız olsaydı əl olardı. Gərək videoda yalandan saqqız Amma çiğnəyim. dərsdə belə eləyəm. Neyəcəyik? Elə eləyəcək. Penjamaları oradan götür, ora mənim şkafımda. Görsünüz məndən necə danışırlar. Biri tupoy deyir, biri... Bayaq, bu da nədir dayanlar? Nə? Yo, dəli yo, dəli dedi. Belə elədi, ilişdi qaldı. Payı. Məryəm, gözlə bir dənə. Mən deməmişəm axı. Quran olsun demisən. Allah'ım olsun tupoy demisən mənə, Quran olsun. Rabiyə demək istəmişəm. Allah'ım olsun videoda demisən. Arkadaş ben de geçer bunu.
belə qaldım ala. Yaxşıdır. Prosta köynəyi çox içəri salmısan. Əsad, o şkaf nə gündədir mənim balam? Yazıqsan, arada onu səliqəyə sal. Saçlarımızı hazırlayıb gəldik. Uşaqlar, bunların tipə baxın, bir dənə quru. Deməli saçma arxasında bina tikilib. Saçın arxasında həqiqətən bina tikilib. Hazırsınız məni bebot. Məryəm, saçların çox qəşəng görünür. Çox qəşəng dalğalı olub. Hazırsınız? Ta 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 ta. Bebot olduk arkadaşlar. Bir şey deyim, məncə oldu. Yəni burada bir dənə qız var, onu oxşatmağa çalışdım özümü. Onun çolkası biraz daha buradaydı. O panik taxtı orada. Hə, o padikdir, məndə orijinaldır. Sən də hazırsan. Başlayaq indi trendin sonrası. Paltarımızı geyinib başlayır sonrası. Aa, paltarı unuduram mən hər dəfə. Əla. Bu da bebota oxşadı. Aa, çox qəşəng oldu sənin saçın. Kənsilər eləyib. Belə qalsın yoxsa elə eləyim mən də? Eləyə bilərik, rezilimiz də var. Sizcə hansı? İstəsən qalsın. Gözlə. Qalsın. Qərarsız qaldım. Qızlar, bizi görməyə hazırsınız. 3, 2, 1. Boynumuzda inək kimi baxır. Mənim bir başqa oldu. Məryəm elə bir at çapır, kovboy zatdır. Arkadaşlar. Boynumda yaşlı, mənim boynumda qırmızısı. Mən lap təhlükəliyəm, bu şu ortadır. O Türk seriallarında aşkı kuşku çırçıraqlı xalalar olar. Teyze hoş verin. Görəcək misin bu cümlədən? İndi biz nə edəcəyik? Biz Bebop eləyəcəyik. yalan saqqızımız da yoxdur ki, videoda işlənir. Sertifikat yazısı seni. Yox, zarafatsız necə bizim saqqızımız yoxdur? Həmişə olardı. Həmişə elə bir ki, evdə saqqızımız olur. Gözdə saçım xərab oldu. Tez saçım. Gedək akımın davamını çəkək gəldik. Nəyə də çizməmişik? Uşaqlar, sizə bir şey deyim, videoları çəkdik. Çox mük videolar çəkdik. 3 dənə video çəkmişəm. Birini Instagrama, birini TikToka, birini də YouTube Shorts-a atacağım. Bebota həm Instagrama, həm YouTube Shorts-a atarım. Nəysə, deməli qızlar, indi keçirik qışqırtmaya. Şeydir, Məryəm verin, mən şəxsən bu makyajı silməyi düşünmürəm. Mən verin məndə, Rabbi verin məndə. Başlayanda hamı bəyənmirdi, indi hamı. Saxlamaq istəyir. Həqiqətən çox Bizim qəşəngmiş. üçümüz də tərəzi yaxı. Bizim kararlılıq şaka mı? Bir də sifəti getiriyor, bir də... Amma bir şey deyim, etiraf eləyin, neçə gündür mən siz kipri taxsız. Mənlə elədiyimiz makyaj hamısından qəşəng olmadı. Oldu məncə. Nəysə, indi Şəhriyara qışqırtma eləyirik. Biraz Prosta qışqırtma düşünürəm. kameranı gizlətsəm, gəlib ortalıqda görməyəcək, biləcək ki, qışqırtmadır. Ona görə gərək telefonla çəkək arkadaşlar. O mini kameralarımız o bir evdə qalıb. Ona görə məcbur telefonu gizlətməliyik. Hazırsınız? Deməli, necə eləyək? Planlaşdıraq bir dənə. Kim kimlə dava eləyib? Deməli, Çünki sən bizim üstümüzə qışqırmısan, biz bəğləri malzat dediyi sənə topoy falan. Hə. Hə, onları üçün əsəbləşmirsən, mən sizcə uşağa nəyə? Hə, deyəcəm ki, Rabia da Məryəmin tərəfini saxlayır. Öyrəşmirsən də şey, Məryəmə görə mənlə dilləşir falan filan belə. oha aşkım. Bu getdikcə Türkan sonraya dönür. Belə sözlər, yəni... Ay da çox qəşəng olub be makyajı. Ged otur bir dənə küncdə ağlamaya başla. Sən mən necə küncdə oturum ağlayım? Qarnıma yaraşır mənim. Otura bilmirsən. Yo, elə O baş oturum. belə oturaq. Belə otur. Ma belə qarnım. Elə aşkım mən qarnım nə boydan adım, elə otura bilmərəm. Belə otur onda. Bu nədir? Mən kim ciddi alıram burada? Dayanın. Belə eləyək. Gözləyin, kameraları yerləşdirək. Siqalarını Şəhriyarı çıxardım. kim çağıracaq? Əsnatı çağırmaq lazımdır bura. Bir dəqiqə əsədə baxmaqdadır ha tərəfdən. Əsnat gülməz atanı çağıran yerdə. O özüm çağırım. Şəhriyar bura gəl. Şəhriyar bizi necə ciddi Əsəd alacaq? çağırırsa gəlməz. Gəlməyəcək. Kamerayı elə qoy ki, kameranı burada Kameranı telefon qoyma, at. telefon Hə, hə, çəkəcək. kameranı Bu görsün ki, görsün sönülüdür. Yox. Deyəm, belə qalır. Qapı bağla. Tüpürdüm mən yerə. Buradan telefonu görər. Səncə, məncə görməz. Səsimiz gəlir. Danışın. Dedim sana olmaz. Olmaz dedim.
Prenses kimi. Sakit başlayırıq. Yemişəm ki, mən doğdu falan. Otur abi orada. Kablo plastik kimi ciddi olacaq. Almayacaq. Sesi də aparacaq aləmə. Çıxart ki də orada. Mən sizə söz verəm, siz mənim başa düşmürsünüz. Bir dənə buraya gəl. Bilirəm, bir dənə gəl də. Makyaj masasını şirin çıxart. Bunlar nə vaxtda kim mən ciddiyə almayacaqlar? Sətimə baxma, əsəbləşəm, Qurana and olsun, əsəb keçirdim. Deyirəm, kabloqla laminatın üstündə gəzməyib cızılır, üzümə şırnıyır ikisi də. Ata, başa düşmüsən? Ata bizdən kabuk ceyməliydi. Ne cümle sana bakma. Ay ata, niyə belə deyirsən? Size git. Sen de bana. Nəzərmişəm. Tamam beni koy. Ben sizi Rabia kız. Belə demə. Ay, deyirəm. Makyaj Gel Yunus. Gel. Hayır kışkırma. Kıza kışkırma. Bak kışkırma. Bana dogarsın. Şey söyle. Küçə makyaj eləmişik biz. 2 saatdır makyaj elə. Eleme. Bu sefer toy dedim deyə. Eleme. koy deyirsən, Gülər. İyi yalnızım lan. Güzelliğini iyi yalnız. Toy deyir mənə. Ata toy nə demək? Doğru tək olmadı. Niye? Var ya bizə. Ne Galatasaray'dı sen de. Ay, Ne zaman Galatasaray'dı? deyirəm ki, kabloqla laminat üstündə gəzmək toy sən niyə cızılır? Ata get. Ata mən geçirəm. Gəzmə. Ay yazık. 41. illərin madmazellərini oxusaylar. Çox qəşəng oldu. Məncə sərbəsin sana Mademoiselle. Aynen öyle. Tıkırıldı tablokmaya var. Ha Muhammed'in toyda öyle az görüyoruz. Evet. Üzümü yıkışır. Muhammedin ad günə biz belə getməyi planlaşdırıq. Qurana and olsun. Kur'an'ı andı içme yazıksın. Belə planlaşdırırıq. Allah and olsun. Valla belə gedə bilərik. Allah'ın olsun gülerler. Şoka düşerler. Rabia, Meryem, elenmeyeyim böyle. Bana hoşuma Çox qəşəng akım çəkmişik. Allah and olsun. Görsən var ya. Bizə deyəsən halal olsun. 3 dənə shorts çəkmişik. Aa maşallah bu. Kal burada kal, burada kal, burada kal. Burada sen kal, burada kal. Burada kal. Qoy göstərək shortsları gəldi fikrimi bildir. Bebo. Maske. Bebo. Buna da fikir verme. Bebo. Niye mama sabah? Ay doğru bak. Aşkım. Birimiz canavar, birimiz laf kutusu, birimiz de... Aşkım. Elem. Olar bir dənə dayanın. Bir dənə söz deyə bilərəm. Gül kimi bəzənmişik. Gör nə gözəl olmuş. Olar ad gününə gedirik də belə. Mən də olmaz. Mən böyüyəm aşkım. Elem bak bunu çek var da giymişim. Petrüço. Bebet. Ata məncə qəşun olsun, vursun, pisləşsin. Yazıq ata. Kəş mən belə gedirəm. Mən belə gedirəm. Bir şey deyim, Allah'ın olsun çox yaraşmış deyə. Heyf. Ata qoymadı. Yox. Niyə gedə bilmirik ki? Mən gedə bilirəm, siz gedə Yox, gedə bilmirsiniz. bilərəm mən də. Əskər taxıram gedir orada çıxır. Allah'ım nasıl şoka düşərlər Qur'anım.
Amma vallahi abartı olmamış diye. Nəysə ev. Abartı olmamış belə. Siz üçün abartıdır da. Siz balacasınız. Abartı olur axı. Mən 90-cı illərin qadını. Sən özün Ben demə. illik belə qalacam. Gələcəyim aşkım. Nəysə getdik. Nəysə gedəyim özümüzü yuyaq. Gedim mən də biraz uzanım. Çox ayaq üstə qaldım. Aşkım tez sifətimi yuy. Yo mən belə qalıram. Yox, qalmaya icazə vermirəm sənə. Xeyr ola sən qala bilmirsən deyə mən də qalmayım. Yo mən qalacağam. Yox, ürəyin gəlir heç biz siz qalmaya. Makyajda da sizlə qalmalıyam mən. Ya, yalan Başladım. Başladılar. Belədir va. Allah söndürəmirəm kameranı. Əlimdə qaldı telefon. Uşaqlar mən sizə dedim mən belə gedəcəm o gündə. Mən sizə dedim mən də belə gedəcəm. Sən azaltmısan yalan danışma. Aşkım mən atı düzünə açacaqsın. Mən özüm azaltdım. Hə? Onsuz azaltmasan ata deyəcək papaq oxşuyur bu. Allah'ın olsun papaq oxşuyur. Əsas odur belə çıxdım. Arkadaşlar, deməli utanmadan, arlanmadan bu videoda gedirik ad gününə. Çıxdıq yola, Nakuşgilə gidiyoruz. Bugün Mamet qardaşın ad günüdür. 40 yaşı tamam olur, yubileydir. Bayağı bir qorqohumlar da orada olacaqlar. Biz də tam olaraq katıklamak için bugünü seçmişizdir. Neyse getdik. Kebab çəkəcəklər ha, eşitdiyimə görə. Hə? Ürəklər bir danışacaqlar indi. Deyəcəklər bunlar niyə Finti Firuşka vidində gəl. Finti Firuşka mən sözüm deyə oğuramayın. Siz oğu deyə bilərsiniz. Nəysə, aşkım, bilmirsən şeydir, kebab çəkəcəklər. Dünən demişdilər kebab. Çəkəcəklər, hazırlayıb da toyuqlar. Həqiqi. Mən biləni hə. Ay sevindim. Yəni nə yalan deyim, ürəyim kebab istəyirdi. Havanın da qızmağını gözləyirəm ki, öz balkonumuzda barbekü parti eləyək arkadaşlar. Əsad gələndə əlində 2 dənə qutu vardı. Hara gələndə? Bura maşına gələndə 2 dənə. Nə 2 dənə, nə bir dənə görməmişəm. Getdik, ya Allah, bismillah, çıxdıq yola. Uşaqlar, deməli saxlamışıq benzin vurmağa. Çıxdıq da yəni küçəyə 7 bəlalar ailəsi. Əvvəl bir nəfəri, indi 77 bəla. Ailəmiz olmuş bəlayı. Çıxdıq benzin vurmaq üçün dayandıq benzinlikdə. Düz yolun qırağında port bir dənə səs. Kamazın təkəri partladı. Mən heç Kamaz təkəri... Deli qışqırıyordum, elə bir ürəyə getdi. Mənim belə Kamazı bir ürəyim partladı. Bir buna bir ayağım qurudu Kamaz tərəfdə, bir ayağım da qurudu Məryəm tərəfdə. Ata özü də istədim. Hə, Məryəm belə deyə ata. Elə eləmədi. Ata. Uzandı da. Ata. Qurudu. Hər nəysə də axır əvvəl elə bir şey elədi. Ay Allahu Əkbər. Gərək birə-bir kopyası çıxsın. Məryəməm mən. Hamı qoydu Kamazın təkərin qırağa ki, nədir o? Şey elədilər, başladılar Məryəmin üstünə düşməyə ki, Məryəmin ürəyi getdi deyəsən. Sən bizi dəli eləyərsən, Allah'ın olsun. Keçməlidir, neyini? Həyatımda ilk dəfə Kamaz təkərin partlama səsini eşidirdim. Bir dəfə qabağında partlamışdı, mən maşın sürən yerdə yığışdırmışdım mən, düz üstümə gəlirdi təkər. Amma səsini ilk dəfə idi belə partlama ilə eşidirdim. Mənim qəzamda da elə Kamazın təkərin partlaması səbəb olur. Nəysə, çox qorxduq. Nəysə uşaqlar, biz gedək, sağ-salamat çataq o ad gününə inşallah. Bizim üçün dua eləyin, sabah video ata bilək. Kazasız, belasız çatıb. Ona görə videonu burada sonlandırıram. Videomuzu bəyəndinizsə kanalımıza Like atın, yorum yazmayı unutmayın. Nakçı. Aşkım, sən nə olub bugün? Heç biz belə əsnəməmişik. Yo, əsnəmişik, sən hələm eləmirsən axı Mən də belə. belə əsnəyirəm, niyə? Arada məndə də olur. Bayaqda nə ox? Adamlıqdan çıxırıq, biz adamlıqdan çıxırıq. Bayaqda nətər eləyirdin, göstər, mən eləyə bilmirəm. Neyini? Nəsə belə bir şey eləyirdin. Heç mahnı qoy. Qurban vallahi dedim ki, mən sizə mahnı qoy. Ata o nədir axı ata? Özləri qulaq olsun. Kəsdim. Onlar rəvayətdir bu. Düz cinayətdir bu. Sizə deyirəm sirrimi.
olan rəvayətdir bu. Bilirəm. Düzdür cinayətdir bu. Çox deyiriz rəvayət, yazıb çıxar nəhayət. Mən də yazıb çıxartdım, olanları yaratdım. Həyat dəyişən günüm, olan günüm, ad günüm. Bir uşaq özün yetirdi, əlində pay gətirdi. Dedilər nə göstərir işte, bir kim görməlidir. İlişlər. Lent yığdı. Ulduz yeyirik. Uşaqlar. Nəysə, getdik. İndi səliqəli oxudular. Normalda düz deyir Şəhriyar. Həqiqətən ya belə səs gəlir maşından arkadaşlar. Nəysə, getdik biz. Bay bay.